Hər vaxtınız xeyir olsun. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün mən sizə toyuqlu pizza təqdim edirəm. Toyuqlu pizza, sosika və yaxud kolbasa sevməyənlər üçün çox əlverişli bir reseptdir. Doğrudan da dadı da çox möhtəşəmdir. Hazırlamağa dəyər. Bugünə qədər sınamayanlara sınamağı məsləhət görürəm. Həqiqətən də çox ləzzətli, çox dadlıdır. İndi isə keçirik hazırlama qaydasına. Keçən videoda pizzanın xəmirinin hazırlanmasını paylaşdığım üçün bu dəfə xəmiri paylaşmıram. Sadəcə linki videonun altında paylaşacağım ki, oradan xəmiri necə hazırladığıma baxasınız. Və bu isə mayonez və ketçup qarışığıdır. Bir xörək qaşığı mayonez, bir xörək qaşığı ketçupu qarışdırmışam və pizzanın xəmirinin üzərindən çəkirəm. Xəmiri tavaya yaymışam. Hər zamanki kimi 2 pizzalıq yoğurmuşdum. Birini uşaqlar üçün sosiskalı etmişəm. Bu isə ikincisidir. Yaydığım xəmirin üzərinə mayonez və ketçup qarışımını çəkirəm. Ketçup və mayonezi xəmirin üzərinə çəkdikdən sonra bir qədər Holland pendiri əlavə edirəm. Bir qədər Holland pendiri əlavə edirəm xəmirin üzərinə. Ketçup və mayonezi çəkən kimi dərhal bir qədər Holland pendiri əlavə edirəm. Üzərindən toyuğu əlavə edəcəm. Qeyd etmək istəyirəm ki, toyuq filesinin bir hissəsini, sinənin yarısı var burada. Deməli, qaynar suda qaynatmışam sos kimi. Üzərinə də duz, istiot, sosun içərisinə də bir baş soğan əlavə edib qaynatdıqdan sonra, bişdikdən sonra da belə doğramışam. Gördüyünüz kimi çox rahat başa gəlir. Mən sosiskalı pizzanı hazırlayana qədər toyuq artıq pişdi. Çox tez pişir. Çox rahat da doğranır. Toyuğu da əlavə edirəm. Toyuğu eyni bərabərlikdə düzdükdən sonra üzərinə pomidorları əlavə edirəm. Üzərindən pomidorları gördüyünüz bu qayda ilə düzürəm. Pomidorları bu qayda ilə düzdükdən sonra üzərindən də biberləri düzürəm. Və biberləri də bu qayda ilə düzdükdən sonra üzərinə Holland pendiri əlavə edirəm. Hazır olan toyuqlu pizzanı 250 dərəcəli isitdiyim sobaya pişməyə verirəm. Budur, artıq pizzam hazırdır. Üzəri qızarana qədər gözləyirik. Bu qaydada olmalıdır. Qızardı, artıq hazırdır. Bir qədər soyuduqdan sonra kəsib süfrəyə vermək olar. Kanalı bəyəndinizsə abunə olmağı və bəyənməyi unutmayın. Allah'a əmanət olun.